bəlkə də çoxumuzun eşitdiyimiz, Quran-Kərimdə müxtəlif yerlərdə var, İbrahim Peyğəmbərin qissəsidir. Və Uca Allah Məryəm surəsinin 42 ayəsindən başlayaraq 49-cu ayəsinə qədər İbrahim Peyğəmbər haqqında qeyd edir. Deməli, İbrahim Peyğəmbərlə atasının arasında olan, belə deyək, dialoq. Və biz orada ayələrə fikir verdikdə görürük ki, hər dəfə İbrahim Peyğəmbər öz atasına xitab etdikdə, təbii ki, onun atası iman etməmişdi, İbrahim Peyğəmbəri Peyğəmbər olaraq qəbul etmirdi və İbrahim Peyğəmbər buna baxmayaraq, belə deyək, daima öz atasını haqqa dəvət edir. Eyni zamanda təbii ki, qövmündən olan digər insanları da dəvət edir. Burada əsas diqqət edəcəyimiz məqam, necə ki, mövzunun əvvəlində toxunduq, tədəbbür edəcəyimiz yer, yəni İbrahim Peyğəmbərin atasına olan xitabıdır, atasına olan müraciətidir. Və ayələrə fikir verdikdə görürük ki, bir-birinin ardıca gələn ayələrdə yə əbəti, atacan, yə əbəti, atacan. Yəni, hər dəfə İbrahim Peyğəmbər atasına xitab etdikdə, öz cümlələrini dedikdə, hər o cümlənin başında atacan deyə atasına müraciət edirdi. Yəni, gəl mənə, ümumi ayələrin mənası belədir ki, yəni, atacan, gəl mənim, yəni, Allah tərəfindən gələn risalətə iman et, atacan, qorxuram ki, sənə Allahın əzabı toxunar. Hətta biz ayələri oxuyanda fikir veririk ki, orada baxmayaraq ki, atası onun qeyri-müsəlman idi, o necə gözəl şəkildə atasına xitab edirdi. Yəni, ədəblə, əxlaqla atasına xitab edirdi və gözəl sözlər istifadə edirdi. Deməli, burada Allah Teala bizlərə bir öyrətmək istəyir ki, yəni valideynlər, istər valideynlər müsəlman olsun, istər qeyri-müsəlman olsun, biz valideynlərimizə xitab ediriksə, onlarla danışırıqsa, işlətdiyimiz cümlələrə, seçdiyimiz sözlərə fikir verməliyik. Yəni, bu çox mühümdür. Xüsusilə də İbrahim Peyğəmbərin hadisəsində bizə bir örnək var ki, onun atası onun risalətinə iman etməmişdi. Və bu cürlə olan insanlarla daha həssas şəkildə davranmaq lazımdır. Və İbrahim Peyğəmbər bunu örnək olaraq bizə göstərir və biz də Peyğəmbərlərdən bunu götürməliyik. Deməli, İbrahim Peyğəmbər atasına bunu dedikdən sonra fikir verin. Həqiqətən, yəni çox təsirli bir, yəni bu məsələnin çox təsirli bir hissəsi var. O bu cürlə gözəl şəkildə öz doğma atasına xitab edirdi. Çünki atasına canı yanırdı. Lakin onun müqabilində əksi olaraq görün, atası İbrahim Peyğəmbərə nə dedi? Atası İbrahim Peyğəmbərə dedi ki, ey İbrahim, sən mənim ilahlarımdan üzmü çevirirsən? Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol. Yəni, həqiqətən də çox atasının ona verdiyi cavab çox təsirli bir cavab idi. Və bu da təbii ki, İbrahim Peyğəmbər üçün ağır idi. Lakin buna baxmayaraq, yəni, görün Allahın Peyğəmbəri atasının o cürlə ona verdiyi cavabı görün necə qarşılayır. Və o atasına nə cür xitab edir. Bəzən, Subhanallah, burada bir şeyə toxunum. Yəni, bəzən bizlərin həyatımızda olur. Yəni, biz az öncə dedik ki, elə insanlar olur ki, başlanğıcdan valideynlərinə və yaxud başqalarını xitab edərkən kobud danışır, sərt danışır. Bu yol verilməzdir. Lakin bəzən belə bir hallarda olur. Biz ilkin olaraq, istər valideynlərimiz olsun, istər digər insanlar olsun, onlara xitab etdikdə əvvəla gözəl şəkildə, sakit bir şəkildə danışırıq. Bəzən elə olur ki, söhbət uzandıqca, yəni təəssüflər olsun ki, şeytan araya gəlir, o insandan kobud cavab aldıqda, görürsən, biz də özümüzü saxlaya bilmirik. Subhanallah. Yəni, sanki hövsələdən çıxırıq və kobud davranırıq. Yəni, İbrahim Peyğəmbərin bu rəftarı həqiqətən də çox ibrətamizdir ki, yəni, şərt deyil ki, burada yəni, valideynlərimiz olsun. Əgər biz sabah haradasa bir müəyyən bir məqamda, müəyyən bir yerdə istənilən bir insana xitab eləyə bilərik, onlarla diyaloqa girə bilərik. Lakin görün, necə sona qədər səbirli davranır Allahın Peyğəmbəri. Bu bizlərə böyük bir örnəkdir. İbrahim Peyğəmbər atasına nə deyir? İbrahim dedi, sənə salam olsun. Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən o, mənə qarşı çox lütfkardır. Və bunu deyib İbrahim Peyğəmbər atasından uzaqlaşır. Çünki artıq atası, yəni ona dedi ki, uzun bir müddət məndən aralan, yəni görmək istəmirəm və gözəl sözlər işlədərək İbrahim Peyğəmbər aralandı, o yerdən getdi. Deməli, Subhanallah, bu çox önəmlidir. Nəyə görə? Çünki bəzən bizim valideynlərimizlə
bu cür gözəl rəftarımız, hətta ola bilər biz deyəndə onlar biz övladıyıq deyənə, ola bilər əsəbləşib, ərk edərək müəyyən bir kobud söz işlədə bilərlər, əsəbləşə bilərlər. Biz gözəl şəkildə onlarla davranıb ayrıldıqda, ola bilsin ki, bizim bu rəftarımız onları sonra düşündürə bilər. Və bu da onların o xətasından dönməsinə, onların bu şeyi düşünməsinə böyük, yəni fayda, böyük səbəb ola bilər.